Biz fəsillərdən asılı olaraq müəyyən vitaminlərə xüsusi ehtiyac hiss edirik. Sübut edilib ki, bioloji aktiv qida əlavələrinin çatışmazlığı mövsümi amillər tərəfindən də müəyyən olunur. Yaxşı əhvalın və orqanizmin ümumi tonusunun saxlanılması üçün sizə sağlamlıq məhsullarının təqvimini təqdim edirəm. Bu, artıq ikinci yarımillik üçün hazırladığım təqvimdir. Bildiyimiz kimi, qış aylarında immunitetə dəstək lazımdır. Ona görə də fevral ayı güclü immunitet kompleksi qəbul etməliyik. Navamin, Ritm Zdоровья, Omega, Immunobox bizim məhsullarımızın içində ən çox immunitetə dəstək olan məhsullardır. Mart ayı üçün sizə karbohidrata nəzarət proqramı hazırlamışam. Mini proqram kimi nəzərdə tutun. Pik, Baykal 9, magnezium və xrom lipaza. Nəyə görə bu məhsullar? Şirniyyat yeməyi məhdudlaşdırmaq üçün. Çünki bildiyimiz kimi Mart ayı bayramlar ayıdır və bu ayda hədsiz şirniyyatlar, karbohidratla dolu xəmir xörəkləri qəbul edirik. Amma burada biz özümüzü sərhədləndirmək üçün bu məhsullardan mütləq istifadə etməliyik. Aprel ayı. Nəfsini tuta bilməyənlər mütləq şəkildə o Mart ayının karbohidratlarından detoks etməyə məcburdur. Burada bizə turbo çay, perlay və istoki çistatı köməyimizə gələcək. May ayı ürəyə qulluq ayı. Bildiyiniz kimi, el arasında may ayı xəstələri aparan ayda deyə bir deyim də var. Ona görə may ayı ürəyimizə daha çox diqqət etməliyik. Və təbii ki, kimin zəif nöqtələri hardadırsa, kimin xroniki xəstəlikləri varsa, o nahiyyə aid proqramları daha çox qəbul etməlidir. Və gəlirik iyun ayı. İyun ayıdır. Təbii meyvə tərəvəzi onsuz da hamı yeyir deməyək. Yenə də mədə-bağırsaq proqramını götürməliyik. Eyni zamanda bu ayda tətil ayı olduğu üçün antiparasitar təmizlik də apara bilərik. Çünki antiparasitar və təmizlənmə proqramları aparanda nə edirik? Bol-bol su içirik. Və gəlirik iyul ayına. Qaraciyərə dəstək ayı. Niyə? Çünki təmizlikdən sonra bir də mədə-bağırsağa və qaraciyərə dəstək lazımdır. Mədə-bağırsaq mikroflorasını bərpa edən Elbifid məhsulunu da unutmayaq və qaraciyərə hər zaman dəstək lazım olduğunu da nəzərimizdən qaçırmayaq. Hamınıza sağlam həyat arzulayıram. Bu proqramlar nə üçündür? İl boyu sağlam və gümrah qalmaq üçündür.